Sual verilir ki, bəziləri deyir, siz cahilliyi üzür görürsünüzsə, bəs niyə dəvət edirsiniz? Yəni, buna necə cavab vermək olar? Yəni, o nə deməkdir ki, cahilliyi üzür görürsünüz deyəndə o demək deyil ki, yəni insan yəni istədiyi əməlləri, istədiyi günahları etməlidir. Yəni, çox qəribə yanaşmadır. Yəni, elə çıxır ki, insan hələ o məsələni anlamayıb. Yəni, cahilliyi üzür məsələsi insana hökm verilməsi üçündür. Amma ki, qadın insanın çəkindirməsi şirkdən və digər günahlardan bu insanın üzərində düşən, yəni vacib əməllərdəndir. Və ola bilər ki, insanın üzrü olmasın Allah qatında araşdırmadığı üçün, çalışmadığı üçün, axtarmadığı üçün. Amma insana hökm verilmək üçün, yəni bu ehtiyat baxımından gəlir ki, yəni bu məsələlər üzürlü ola bilir. Ola bilər, mənim ona hökm verməyim üçün üzürlü olsun, amma Allah qatında o insanın üzrü olmasın, yəni bəhanəsi qalmasın. Yəni biz öz üzərimizə düşən eləməliyik. Yəni bizim yolumuz dəvətdir. Necə ki, alimlər deyir ki, yəni biz dəvətçi, yəni biz qazi deyilik. Ona görə insanlar məsələləri düzgün yerinə qoymadığı üçün elə başa düşürlər ki, yəni üzr görürsünüzsə, o deməkdir ki, yəni insanlara yol açırsınız ki, hər şeyi edin. Onu heç kəs demir. Əksinə o insanlar özlərində bu problemlər hər iki tərəfdən ola bilər ki, yaşanır. Yəni o murciələrdir ki, yəni la ilahə illallah dedinsə, artıq sənin etdiyin günahların sənin imanına heç bir zərəri yoxdur deyirlər. Amma əhl-i-sünnə onu demir. Yəni, əhl-i-sünnə onu deyir ki, insan la ilahə illallah desə belə, etdiyi günahlar onun imanını zəiflədir. Onun imanına xələl gətirir. Amma xavariclər isə deyir ki, insan la ilahə illallah dedikdən sonra onun etdiyi böyük günahlar onun imanını tamamilə aparır. Deməli, xavariclər də deyir ki, iman bir kütlədir. Murciə də deyir bir kütlədir. Artmır, azalmır deyirlər. Amma əhl-i-sünnə isə, əhl-i-sünnənin onlardan fərqli cəhəti ondadır ki, iman artır, azalır. Deməli, xavariclərə görə və həmçinin murciələrə görə iman artıb, azalmır. Amma bu tərəfdən eyni şey desələr də, amma onların arasında tam ziddiyyət vardır. Xavariclər deyirlər ki, iman artıb, azalmır, amma böyük günah etdisə, içki içdisə, oğurluq etdisə, o insandan iman tamamilə çıxır. Amma murciələr isə deyir ki, iman artıb azalmır və ona görə də sən la ilahə illallah dedinsə və bundan sonra sənin etdiyin günahların, asiliklərin sənin imanına təsiri yoxdur, azalmır, təsiri etmir, sənin imanın Əbu Bəkir radiyallahu anhın imanı ilə eynidir. Amma əhl-i-sünnə isə deyir ki, yəni iman artır və azalır. İman yaxşı əməllərlə, itaətlərlə artır və günahlarla azalır. Ona görə yəni bunlar deyilməlidir, çatdırılır ki, insanlar günahlardan, asiliklərdən uzaq olsunlar. O ki, qaldı cəhalətin üzr məsələsi insana hökm vermək məsələsində diqqətli olmaq üçün bilinən bir məsələdir.